Deməli, bax, burada bizdə söhbət ABC bir üçbucağından gedir və bizə ABC üçbucağında hər hansı bir xəttlərlə bunu uzatma, bir də ki, CD məsələn düz xətti ilə kəsmə var. Biz baxırıq nəyə? Bizim verilən məlumatlarda deyir ki, AC tərəfi CD tərəfinə bərabərdir. Yəni mən bura bir A yazsam, burada A olur. Daha sonra bu da DB-yə bərabərdir. Onda burada bərabərdir. Gördüyüm halda burada üçbucaq var, B, D, C. Bax bu üçbucaqda, bax bu üçbucaqda, qaraladığım üçbucaqda bərabər yanlıdır. Bax iki tərəfi bərabərsə bu bərabər yanlıdır. Və bizə nə verir daha sonra? Biz bilirik ki, bərabər yanlı üçbucaqda oturacağı bitişik bucaqlar bərabərdir. Bura otur CB oturacaq sayılır. Onda bura x-dirsə, burada x-dir. Sonra mənə nə verir? Mənə verir ki, BDC, BDC. Yəni bu üçbucağım mənim 110-dur. Bura yazıram 110. Baxıram ki, mən BDC üçbucağında, üçbucağımda məlumdur. X 110. Və buradan 2x üstə gələk 110. Biz bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180-dir. 2x plus 110-um nəyə bərabərdir? 180-ə. 2x bərabərdir 70-ə, 110 digər tərəfə keçirdim. X-im oldu neçə? 35. X-i tapdım ki, 35-dir. Artıq x-im məlumdur. Sonra keçirəm nəyə? 110-un bu yan tərəfi açıq bucaq olduğuna görə 180 olmalıdır. Onda bura 70-dir. Görürəm ki, AC ilə CD bir-birinə bərabərdir. Onda bunun bucaqları da bərabərdir. Burada 70-dir. Artıq tapdım. 70, 70. İndi bu söhbət nədən gedir? Ruçkanı dəyişirəm. Bax, diqqətlə. Bu üçbucağa baxırsan. ACD üçbucağına. Burada ACD üçbucağında baxırıq ki, A'lar, yan tərəflər AC ilə CD bərabər. 70, 70 oldu 110, 140. Onda 140 bura oldusa, o digər tərəfə nə qalır? 180 olması üçün. Digər tərəfə qalır 40. Aydın oldu? Bu qədər. İndi baxırıq nəyə? Bizə də deyir ki, digər tərəfə, yəni bax bu istiqaməti tapaq. Yəni bax bu burada olsun qamma. Qammanı tapaq. Burada bir açıq bucaqlıq görürük biz. Açıq bucaqda da nə var? Yəni bax bu bucaqların hamısı 35 üstə gələk 40 üstə gələk qamma 180 olmalıdır. Qamma bərabərdir 180-dən çıxıram neçəni? Bu 35 ilə 40-ın cəmini, yəni 75-i. Bu da neçə eləyir? Qamma da bərabərdir. Bizdən istənilən bucaq. O da eləyir 105 dərəcə. Cavab oldu Y variantı. Bu sənin 15-ci sualın idi.